Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 1 iyul 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Qəzetimizin bugün olan buraxılışı 12 səhifədən ibarətdir. İlk səhifəmizdə sabitlik və yüksəlişin doğru yolun real təsdiqi başlıqlı məqalə dərc edilib. Tarixi hadisəyə çevrilən 8 noyabr elektrik stansiyasının açılışı ümumilikdə ölkəmizin enerji potensialını gücləndirəcək. Bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini və peşəkarlığını göstərir. Qəzetimizin ikinci səhifəsindəki məlumatların başlıqlarını isə diqqətinizə çatdırırıq. Prezident İlham Əliyev Polşanın, Sudanın və İranın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib. Üçüncü səhifədə isə ötən günlərin əhəmiyyətli bir sıra məlumatlar dərc edilib ki, onların başlıqlarını da diqqətinizə çatdırırıq. Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana eşgüzar səfərə gedib. Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlığının müxtəlif aspektləri, həmçinin Azərbaycan-Özbəkistan müttəfiqliyindən irəli gələn planlar və birgə layihələr müzakirə olunub. Fövqəladə Hallar Naziri Şamaxıda vətəndaşların müraciətlərini dinləyib, İtaliyada FAO-nun 44-cü sessiyası öz işinə başlayıb. Mərakeş Krallığı Parlamentinin nümayəndələri Zəfər Parkını ziyarət ediblər başlığı ilə isə məlumat 4-cü səhifədə öz əksini tapıb. Azərbaycanda rəsmi səfərdə olan Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupundan ibarət nümayəndə heyəti iyunun 30-da Bakıdakı Zəfər Parkını ziyarət edib. Qonaqlar parkdakı Zəfər abidəsinin önünə gül dəstələr düzüblər. Ədalətin bərpası və qətiyyətli iradənin təntənəsi. Kəngərli müasir kənd modelidir başlığı ilə məqalədə 5-ci səhifədə hadisələr kontekstində rubrikasında verilib. Ağdamın Kəngərli kəndinə ilkin mərhələdə 37 ailənin köçürülməsi planlı, mərhələli və inklüziv yanaşmanın göstəricisidir. Bu ailələr illərlə sanatoriyalarda, yararsız binalarda və müvəqqəti sığınacaqlarda yaşamış, amma doğma torpaq ümidini heç vaxt itirməmiş insanlar idi. İndi isə onların həyatında yeni səhifə açılıb. Daha güvənli, daha sabit və daha ləyaqətli bir səhifə. 6-cı səhifədə isə akademik Cəlal Əliyevlə bağlı fundamental elmlə praktikanın unikal vəhdəti başlığı ilə məqaləmiz dərc edilib. Tarixdə elə insanlar olmuşdur ki, onların bütün varlığı, ömürlərinin hər anı aid olduqları xalqın tərəqqisi və rifahı, elmin və təhsilinin təşəkkül və inkişafı, dövlətin qüdrəti və milli ideyanın taleyi ilə eyniyyət təşkil edir. Cəlal Əliyev fenomeni yalnız ictimai, siyasi və akademik titullarla ölçülə bilməz. O, Azərbaycanın müstəqillik tarixinin ən zəruri anlarında samballı fikir sahibi, elmi istiqamət verici, siyasi əqidəli vətəndaş və milli ideya daşıyıcısı olmuşdur. 7-ci səhifəmizdəki rəylər və mülahizələr hissəsində Azərbaycanlılara qarşı zorakılıq, müttəfiqlik münasibətlərinə ziddir başlığı ilə yazı yer alıb. Rusiyada Azərbaycanlılara qarşı törədilən zorakılıq nəticəsində ölüm hallarının baş verməsi qəbul olunmazdır. Bu zorakılığın hansısa kriminal qrup tərəfindən deyil, dövlətin mühüm qrupunun əməkdaşları tərəfindən törədilməsi də ən az təəssüf doğurur. Növbəti qərəzin göstəricisi başlıqlı digər bir rəyimiz isə 8-ci səhifədə yer alıb. Rusiyanın Yekaterinburq şəhərində hüquq mühafizə orqanlarının həm yerlilərimizə qarşı törətdikləri hadisələr beynəlxalq hüquqa, insanlığa sığmır. Şimal qonşumuzun bu cür qəddar siyasətinin bir neçə səbəbi var. Birincisi, Rusiya Ukrayna ilə müharibədə çətin vəziyyətdədir və hər gün cəbhədə yüzlərlə əsgər həlak olur. Onlar bu itkilərin yerini ölkədə yaşayan miqrantlarla doldurmaq istəyirlər. Maraqlı bir yazıda 9-cu səhifəmizdə hadisələr kontekstində rubrikasında yer alan Qərbin bölgədə ikili standartlara əsaslanan siyasətinin bariz nümunəsi yazısıdır. Son günlərdə Ermənistanda baş verən hadisələr təzyiqlərin yeni mərhələyə keçdiyini göstərir. İş adamı Karapetyanın saxlanmasından sonra indi də Ermənistan Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikayıl Acapaxyanın həbsi ilə bağlı xəbərlər yayılıb. Lakin Ermənistanda baş verən bütün bu hadisələrə baxmayaraq, qərb təsisatları, xüsusilə də insan hüquqları və söz azadlığı ilə bağlı prinsipial mövqe tutmalı olan beynəlxalq qurumlar tam susqun mövqedə qalırlar. Ekoloji cinayətin coğrafiyası. Seçim təsadüfi deyil. Bu məqalə isə 10-cu səhifədə öz əksini tapıb. Fransa mediasının yayımladığı araşdırmalara əsasən, Orano şirkəti iyun ayından etibarən uran tərkibli radioaktiv tullantıların ilk partiyasını Ermənistanın Dilican Milli Parkı ərazisinə daşıyıb. Parkın seçilməsi heç də təsadüfi deyil. Bu ərazi Göyçə gölünün şimalında, Ağstafa çayının başlanğıc hövzəsində yerləşir və su axıntıları nəticəsində radioaktiv hissəciklərin Azərbaycana, xüsusilə Kür çayına yayılması real və elmi təhlükədir. 11-ci səhifədə Dünya Bugün xəbərlər rubrikasında Avropa liderləri Trampı Rusiyaya qarşı daha sərt mövqe tutmağa çağırıblar. NATO hava qüvvələri Rusiya qırıcılarına qarşı nəzarəti gücləndirib.
Adi Rada müharibədən sonra seçkilər üçün qanun layihəsi hazırlayır və Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb kimi maraqlı məlumatlar yer alıb. Bugünkü qəzetimizin son səhifəsi isə elmi-texniki yeniliklər və hava haqqında məlumatla yekunlaşır. Beləliklə bizim sizə bugünlük də çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçünsə qəzetimizi izləməyi unutmayın.